Zəng vurursan operatora, Bəli. bir problemim var. Deyir ki, Azərbaycan dili üçün bir düyməsini seçin. Yəni mən Azərbaycandayam, Bakıdayam və Azərbaycanlıyam. Niyə bir düyməsini Azərbaycan dili üçün seçməliyəm? Sonra tutaq ki, rus dili üçün 2, ingilis dili üçün 3 məsələn. Deyir ki, ingilis dili üçün bir düyməsini seçin və yaxud da ki, for English please, nə bilim nə, belə. Və yaxud da ki, rus dili üçün rusca, sən anons verməlisən ki, rus dili üçün rusca amma. 3 düyməsini seçin və yaxud da ingilis dili üçün ingiliscə anons verməlisən ki, İngiliscə, ya Azərbaycan dili ehtiyac yoxdur. Mən Azərbaycanlıyam. Maraqlı yanaşmadır. Yəni bunun mesajları da, bəli, mesajları da orfoqrafik qaydalara riayət etmədən göndərirlər və yaxud da hansısa bir bu barədə çox şikayətlər. İndi siz Instagramda, müəyyən platformalarda çox yazırlar axı, LinkedIn-də, orada, burada ki, mən işə durmaq istəyirəm. Hamı Azərbaycanlıdır, danışıq dili, işlək dili də Azərbaycan dilidir, bütün o yazı pozu işi. Amma tutaq ki, rus dili tələb olunur ki, şərtdir. Yəni bu içəridə heç kim rusca danışmır. Beynəlxalq bir müəssisə və ya şirkət də deyil. Yəni ünsiyyətdə olduğumuz insanlar da, müştərilər də rus dilində danışmır. Amma rus dilində mütləq bilməlisən. Bu kimi halların qarşısını almaq üçün, yəni bu insanlar bilirsiniz, bunlar hamısı dövlət deyil, ya siz deyilsiniz, mən deyiləm. Bu insanlar sərbəst, müstəqil fəaliyyət göstərən insanlardır. Yəni başa düşdüm, maarifçilik və s. Amma sizcə belə deyək də bir insan kimi, vətəndaş kimi, sadəcə bir alim kimi yox. Sizcə başqa nələr eləmək olar? Yəni nə əlavə eləyərdiniz? Mən belə hesab edirəm ki, birmənalı şəkildə dövlət idarələrində qulluğa girən adamların hamısı Azərbaycan dilindən sınaqdan keçməlidir. Aha. Bu bir şərt olaraq. Sən bu dili bilmirsənsə, bu dildə danışmırsansa, sən heç vaxt o milləti, o xalqı, o cəmiyyəti başa düşə bilməzsən.